Discovery Global'da 7 rayonumuzun 7 mətbəxindən 7 element ermənilərə bağışlandı. Və onlar onun kopyasını çıxartdılar. Mən protestimdən sonra səbəb buydu. Bizimkilər onu düzəltdi, amma ermənilər onu kopirovka eləyib saxlayırlar. Məsələn, birini deyəcəm. Şəki pitisi, Şəkinin simvoludur. Piti, başqa tərkibini də kartof da soxdular Şəki pitisinə. Amma Şəki pitisinin adı qabın adından götürülüb sadəcə bir cümlə. İndi pitinin adına uyğun olan qab Azərbaycanca varmı? Topu var, küpə var, filan var. Ermənilər isə yazmışlar, ona qarşı vuruşmuşduq ki, pitinin adı ermənicə küpəyə putuk deyilir, onun adından da ona görə bizimkidir. Və bunu illərdir mübarizə gedirdi. Mənim kitablarımı da rəhbəriyə göndərirdim, onlar məqalələr də hamısı Çində idi, qaynayırdıq bunun içində. O boyda döyüş gedirdi və götürüb bunu birdən hədiyyə eləmək